Azərbaycanda iqtisadi inkişaf xüsusiyyətləri. Şimali Azərbaycanda iqtisadiyyatın bütün sahələrində 19-cu əsrin sonlarından etibarən sürətli inkişaf başladı. Əsrin ikinci yarısında aparılan islahatlar bu prosesə təkan verdi. Ölkənin bölgələrində təsərrüfatın müxtəlif sahələr üzrə ixtisaslaşmanın getməsi feodalizmə xas olan qapalılığı aradan qaldırdı. Müxtəlif sənaye sahələrinin yaranmasına və eyni zamanda inkişafına təkan verir. Kənd təsərrüfatı da təbii ki, sürətlənir, yəni inkişafı sürətlənir. Şəhərlər, xüsusilə Bakı inkişafa qədəm qoyur və əsrin sonunda Cənubi Qafqazın ən böyük sənaye, dünyanın isə neft mərkəzinə çevrilir. Demək, Bakı Cənubi Qafqazın ən böyük sənaye mərkəzinə çevrilir. Dünyanın isə ən böyük neft mərkəzinə çevrilir. Əhalinin sosial tərkibi ilə bərabər həyat tərzi də dəyişməkdə idi. Bütün bunlara baxmayaraq Azərbaycan hələ də müstəmləkə vəziyyətində qalırdı. Biz öyrənmişdik axı, Azərbaycan Rusiyanın müstəmləkəsi idi. Hələ də deməli müstəmləkə vəziyyətində qalır. İnkişaflar getsə də hələ də müstəmləkə vəziyyətində qalır. Kənd təsərrüfatından danışaq. Kəndli islahatlarından sonra Azərbaycanda kənd təsərrüfatının bütün sahələrində əsaslı dəyişikliklər başladı. Torpağın açıq alqı-satqı obyektinə çevrilməsi, hansı ki biz öyrəndik 1870-ci il islahatından torpaqlar alqı-satqı obyektinə çevrilirdi. Sahibkar kəndlər arasında təbəqələşmənin sürətlənməsi ilə dedik ki, bu islahatlarda sahibkar kəndinə aid oldu və onlar arasında təbəqələşməni gücləndirdi, qolçomaq sinfi yarandı. Deməli, təbəqələşmənin güclənməsi ilə Azərbaycan kəndində yeni münasibətlər formalaşdı. Kapitalizm tədricən kənd təsərrüfatının bütün sahələrinə daxil olmaqdaydı. Dedik ki, bu 70 islahatları feodal münasibətlərinə zərbə vurdu, artıq kapital istehsal münasibətlərinin formalaşmasına gətirib çıxardı. İslahatlardan sonra Azərbaycanda kənd təsərrüfatının əsas sahələri yenə də əkinçilik və maldarlıq idi. Əkinə yararlı torpaqların əksər hissəsində taxıl əkilirdi. Taxıl məhsullarının istehsalına görə daha çox Yelizavetpol quberniyası fərqlənirdi. Demək, taxıl istehsalına görə ən çox fərqlənən məhz Yelizavetpol quberniyası olubdur. 20-ci əsrin əvvəllərində əmtəlik taxılın çox hissəsi qolçomaq təsərrüfatının payına düşürdü. Yəni, əmtəlik satış üçün olan taxıl nəzərdə tutur. Demək, bunun çox hissəsi qolçomaq təsərrüfatının, yəni varlı kəndli təsərrüfatının payına düşübdür. Maldarlıq da ənənəvi sahələrdən biri kimi fərqlənirdi. Bu sahədə əsas yeri köçmə yaylaq maldarlığı tuturdu. Qoyunçuluq daha geniş yayılmışdı. Yuna olan tələbat zərif yunlu qoyun cinsinin saxlanılmasına üstünlük verirdi. Kənd təsərrüfatında əsas yenilik texniki bitkilərin, yəni pambıq, tütün, demək texniki bitki hansıdır? Pambıq, tütün becərilməsinin artması idi. Bu bitkilərin əkilməsinin genişlənməsi, onlara tələbatın çoxalması, bu sahədə sənaye müəssisələrinin yaranması ilə bağlı idi. Rusiyada toxuculuq sənayesinin inkişafı pambığa ehtiyacı artırmışdı. Tütün becərilməsi 19-cu əsrin ortalarından genişlənmişdi. Demək, tütün neçənci əsrin genişlənibdi? 19-cu əsrin ortalarından genişlənibdi. Demək, əvvəllər yerli tütün növləri əkilsə də, sonradan Osmanlı dövlətindən gətirilən növlərə üstünlük verilirdi. Tütün plantasiyalarının əsas hissəsi Zaqatala dairəsində Şəki və Quba qəzalarına cəmlənmişdi. Harada? Demək, Zaqatala dairəsində Şəki və Quba qəzalarına cəmlənmişdi. 19-cu əsrin son 10 illiklərindən başlayaraq şərab istehsal edən müəssisələrin yaranması üzümçülük təsərrüfatının inkişafına səbəb oldu. Artıq 20-ci əsrdə üzümçülük sənaye bağçılığının əsas sahələrindən birinə çevrildi. Demək, nə zaman üzümçülük əsas istehsal sənaye sahələrindən birinə çevrildi? 20-ci əsrdə. Orta əsrlər dövründə Azərbaycan bir çox bölgələrində mövcud olan ipəkçilik bu dövrdə Qafqaz liyonu adlandırılan şəkildə geniş yayılmışdı. Burada istehsal olunan xam ipək yüksək keyfiyyəti ilə seçilirdi. Qafqaz liyonu haraydı? Şəki. Burada nə istehsal olunurdu? Xam ipək istehsal olunurdu ki, yüksək keyfiyyətindən seçilirdi. Azərbaycan ipəyi ipək toxuma sənayesində istifadə edilmək üçün Rusiya, həmçinin Lyon, Marsel, Milan şəhərlərinə ixrac olunurdu. Texniki bitkiçiliyin daha bir sahəsi yeyinti sənayesində və əczaçılıqda istifadə edilən biyan kökü ilə bağlı idi.
Kəndlərin yığdığı bu bitki xarici şirkətlər tərəfindən həvəslə satın alınırdı. Rusiya hakim dairələri və Rus burjuaziyası da texniki bitki növlərinin əkinçiliyinin genişlənməsinə maraqlı idi. Rusiya inkişaf etməkdə olan sənayesinin xammal ehtiyacını Azərbaycandan əldə etməyə çalışırdı. Buna görə də Azərbaycanda xammalı əmtəyə çevirə biləcək yerli sənaye yaranmasına imkan vermirdi. Yəni istəyirdi ki, bizdən xammal kimi alsın, öz ölkəsində onu əmtəyə çevirsin, yəni satış üçün istehsal edən mala çevirsin, hazır məhsula çevirsin, ondan sonra gətirsin onu bizdə baha qiymətə satsın. Demək, bayaq dedik ki, texniki bitkilər pambıq, tütündür. Demək, bir də biyan kökü də texniki olubdur. Demək, 19-cu əsrin 80-90-cı illərində sahibkar kəndlər arasında təbəqələşmə güclənmişdi. 70 islahatlardan sonradır. Kəndli islahatından sonra az torpaqlı kəndlərin vəziyyəti ağırlaşmışdı. Torpaqlarını satın ala bilməyən bu təbəqə hələ də malcəhət və bəhrə vergilərini ödəməyə məcbur idi. Yəni hələ də malcəhətlə bəhrəni ödəyirdi. Müvəqqəti mükəlləfiyyəti sayılan kəndlərin dedik 70-dən sonra torpağını alıb sata bilmə hüququ verilsə də alıb sata bilmədi, pulu olmadı. Buna görə də müvəqqəti mükəlləfiyyətdə qaldı. Yəni yenə də mükəlləfiyyət icra edir müvəqqəti. Bu kəndlilərin bir hissəsi səpin biçin işlərini qurtaran kimi öz kəndində yaxud qonşu bölgələrdə muzdurluq edirdi. Digərləri isə şəhərlərdə yaranan fabrik və zavodlara, kəsbkarlığa, mövsümi işləməyə gedir. Demək, bir hissəsi öz kəndində muzdurluq eləyir. Muzdurluq nədir? Yəni muzlu əməklə pul qarşılığında gündəlik işlər görür. Digər isə şəhərlərdə yaranan fabrik zavodlara gedir ki, yəni başqa bir yerə gedirsə, iş görməyə pul qarşılığında buna kəsbkarlıq deyilir. Mövsümi işləməyə gedirdi. O vaxtı deyirdik, Rusiya qarpız vurmağa gedirlər, qarpız sezonu gedirlər. Yəni kəsbkarlıq budur. Bir müddətlik başqa bir yerə işləməyə getmək. İslahatdan sonra torpaqlarını ala bilənlər varlanıb qolçamaqlara. Qolçamaq kimdir? Kənd burjuaziyası. Baxın, demək, İslahat 70 islahatlardan sonra dedilər ki, sən torpağını alıb mülkiyyətinə çevirə bilərsən. Kim ki torpağını aldı, mülkiyyətinə çevirdi, varlandı. Və varlandı deyə artıq qolu çomaqlı oldu, qolçamağa çevrildi. Buna da dedilər kənd burjuaziyası, yəni kənddən çıxan varlı adamlar kənd burjuaziyasına çevrildi. Onlar sayca az olsalar da, çünki az adamın pulu var idi, az adam torpağını alıb mülkiyyətinə çevirə bilmişdi. Amma böyük torpaq sahələrinə malik idilər. Qolçamaqlar öz torpaqlarında az torpaqlı kəndlərin əməyindən istifadə edir, yəni muzdur saxlayır, görülən işə görə əmək haqqı ödəyirdilər. Yəni bu da kəndlidir, o da kəndlidir. Amma bu varlanıb özünə təsərrüfat qurubdu və həmin təsərrüfatda da əlavə kəndli işlədir, muzdur işlədir. Günə muz, yəni gündəlik pul qarşılığında. Sahibkar kəndləri, deməli, sahibkar kəndlərindən sayca çox olan dövlət kəndlərinin də vəziyyəti ağır idi. Bilirik ki, dövlət kəndlərinin vəziyyəti daha çoxdur, yəni dövlət kəndləri daha çoxdur, vəziyyəti də ağırdır. Deməli, 1853-cü ildə dövlət kəndlərinin köçmə hüququ ləğv edildi. Demək, dövlət kəndlərinin bir yerdən digər yerə köçmə hüququ nə vaxt ləğv olundu? 1853. Bu nə ilə oxşardı? 1303 Qazanxanın fərmanından. 1870 islahatın onlara aid olmaması dedi ya, 70 islahatlar ancaq sahibkara aid olundu. Bu kəndlərin hüquqsuz və torpaqsız vəziyyətə salmışdı. Yəni dövlət kəndçilərinin yazğın bir hüququ yox idi. 70-də islahat keçirdi, bunu da aid eləmədi. 53-də də ta bunu dedi ki, bir yerdən digər yerə köçə bilməzsən, yazğın vəziyyət daha da pisləşdi. Çar Rusiyasında zadəgan övladları istisna olmaqla müsəlmanlar hərbi xidmətə çağırılmırlar. Bunlar müsəlmanlara etibar eləmirdilər deyə müsəlmanları hərbi xidmətə çağırmırdılar. Ancaq zadəgan övladlarını çağırırdılar. Deməli, Rusiya müsəlmanların hərbi işi bilməsini istəmirdi. Bu səbəbdən də 1887-ci ildə hərbi xidmət əvəzinə kəndlərin üzərinə yeni hərbi vergi adlanan əlavə mükəlləfiyyət qoyuldu. Demək, hərbi vergi neçənci ildə tətbiq olundu? 1887-ci ildə. Bir növ elə bir kəsgərə getməmək qabağında, qarşılığında sən pul ödəyirsən, vergi ödəyirsən. Buna deyildi hərbi vergi. Ağır vergilər, mülkədarların dövlət torpaqlarını öz başına ələ keçirməsi, hökumətin buna göz yumması, dövlət kəndlərinin vəziyyətini dözülməz etdi. Dövlət torpaqlarında yaşayan kəndlərin sayca çox olmasına baxmayaraq, Rusiya hökuməti burada torpaq islahatının keçirilməsini gecikdirirdi. Buna görə də kapitalist münasibətlərin yaranması ləngiyirdi. Deməli, 1870-dən feodal münasibətlərinə zərbə vuruldu. Kapitalizm münasibətlərinə yavaş-yavaş keçildi. Amma bunun tam belə yaranması ləngiyirdi. Niyə? Çünki dövlət kəndlərinə aid olunmamışdı.
19-cu əsrin sonlarında kəndli çıxışların artması, qaçaq hərəkatının güclənməsi Rusiya hökumətini dövlət kəndləri üçün də islahat keçirməyə məcbur elədi. Artıq gördük kəndli çıxışı artır, qaçaq hərəkatı genişlənir, məcbur oldu ki, dövlət kəndlərinə də bir islahat həyata keçirsin. 1900-cü ildə Çar hökuməti Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun verdi. Demək, nəhayət ki, dövlət kəndləri üçün islahat nə vaxt keçirildi? 1900-cü ildə. Dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun verildi. Bu qanuna görə dövlət kəndləri icma torpaqlarından nəsli istifadə hüququ alırlar. Bunu əzbərə bilməliyik, belə də düşür. İcma torpaqlarından nəsli istifadə hüququ alırlar. Yəni sənin icmada olan torpaqlarından nəsli istifadə edə bilərsən. Deməli, sənin ardıcıqlarına buradan istifadə edə bilər. 1870-ci il islahatında olduğu kimi bu qanunda da torpaqlar kəndlərin mülkiyyətinə birbaşa keçmirdi. Bu qanuna əlavə edilən 1903 əsasnaməsinə görə kəndlərin nəsli istifadəsinə verilən torpaqların sahələri dəqiqləşdirildi. 1900-də qanundur, 1903-də bunun əlavəsidir. Bu da dövlət kəndisinə aiddir. 1903 əlavəsi ilə onların ölçüləri dəqiqləşdirildi. Kəndliyə verilən torpağın ölçüsü sahəsi dəqiqləşdirildi. Əsasnamədə kəndlərə əlavə torpaq paylanmasının verilməsi, çəmən, otlaq, meşələrdən pay ayrılması yeniliyi. Demək, yenilik nədir? Əlavə pay torpağı verilirdi. Çəmən, otlaq, meşədən də bunlara pay ayrılırdı. Lakin qanunun tətbiqindən sonra kəndlərin vəziyyəti yaxşılaşmağa daha da pisləşdi. Çünki əkinə yararlı olmayan torpaqların pay torpaqlarına əlavə edilməsi nəticəsində vergi artırıldı. Aha, bu nə deməkdir? Demək, kəndliyə 1900-də deyir ki, dövlət kəndisinə, indiyə qədər sənə bir yaxşılıq eləməmişəm, indi sənə torpaq payı verirəm 1900-də. Nəsli istifadə edə bilərsən, icma torpağından nəsli istifadə edə bilərsən. Kəndli deyir, Allah canını sağ eləsin. 1903-də də buna bir əlavə eləyir, deyir, çəmən, otlaq, meşə də kəndlinin pay torpağı olsun. Yəni, bunu da kəndliyə verir. Kəndli yenə sevinir. Amma bir şeyə diqqət edək. Bu kəndli bayaqdan otlağa aparırdı heyvanlarını, pulsuz şəkildə otlayırdılar. Yəni, buna görə heç kimə haqq vermirdi. Meşə hamının ixtiyarındadır, buna görə kiməsə haqq vermir. Çəmən də onun kimi. Amma indi bunun öz mülkiyyətinə kimi keçdiyinə görə bu kəndli bu ərazilərin əvəzində də, bu torpaq sahələrinin əvəzində də mülkiyyətdara nə verməlidir? Dövlətə nə verməlidir? Təbii ki, vergi verməlidir. Bunların bayaqdan, məsəl üçün, kiçik bir əraziyə görə vergi verirdisə, işlədiyinin qarşılığında 10 kilo məhsul əldə edib onun 3 kilosunu vergi olaraq verirdisə, indi deyir ki, sənin artıq bu qədər sahən var. Və bu qədər sahəyə görə sən mənə vergi ödəməlisən. Təbii ki, bu da dövlət kəndisinə xeyir eləməz. Yəni, dövlətə bunun müqabilində vergi ödəmək xeyir eləməz. Çünki o torpağı istifadə eləmir ki, nə olsun ki, onun istifadəsindədir, onun ixtiyarındadır, onu istifadə eləmir, onu əkib becərmir. Əkib becərmədiyi torpaqdan havayı pul ödəməyə başladı. Bu da kəndin vəziyyətini daha da pisləşdirdi. Yəni, yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirdi. 1912-ci ildə isə sahibkar kəndlərin pay torpaqlarının məcburi satın almaq haqqında qanun verildi. Yəni, bayaq 1870 islahatında dedilər ki, sahibkar kənd torpaq alıb mülkiyyətinə çevirə bilər, amma buna pul vermədilər. Pul vermədilər deyə də bu satın alıb mülkiyyətinə çevirə bilmədi. İndi 1912-də deyək ki, tam məcbur. Sahibkar kəndisi bu torpağı məcbur almalıdır. Məcbur da pulu yoxdur, nətər alsın? Artıq buna görə artıq ona yardım eləyirlər. Demək, 1912-ci ildə bu qanunu verdi ki, məcburi satın almalısan. Buna görə də dövlət kəndlərinə, buna görə də məcburi artıq alınmağa başladı. Amma bu qanun da dövlət kəndisinə aid olunmadı. Dövlət kəndisinə bircə dənə burada 1900-1903 aiddir. Qalan heç bir islahat dövlət kəndisinə götürmürük. Rusiya imperiyası dağılana qədər dövlət kəndləri xüsusi torpaq mülkiyyətçisi ola bilmədilər. 1913-cü ildə qanun 1870-ci il islahatının keçirilmədiyi Zaqatala dairəsinin kəndlərinə də şamil edildi. 1870 islahatı keçiriləndə, bu islahat 1870-də keçiriləndə Zaqatalaya aid olunmamışdı, Zaqatala quberniyasına. Niyə? Çünki 1863-də orada üsyan qalxmışdı. Ondan qorxmuşdular, 70 islahatlarını ora aid eləməmişdilər. İndi həmin qanun 1913-cü ildə Zaqatalaya aid olundu. Bax, bu ili birinin qəbuluna düşmüşdü bu. Zaqatala dairəsinin kəndlərinə şamil edildi. Demək, Zaqatala dairəsinin kəndlərinə nə vaxt şamil edildi? 1913-cü ildə.
Demək 1912-13-cü illərin aqrar qanunları kənd təsərrüfatının inkişafına təkan verdi. Azərbaycan kəndlərində sosial təbəqələşmə dərinləşdi və kapitalist münasibətləri gücləndi. Demək 1870-dən kapitalist münasibətləri yarandı, 1912-13-dən gücləndi və sosial təbəqələşmə elə 70-dən başladı, 1912-13-dən gücləndi. Yəni varlı kasıb təbəqələşmə nə idi? Gələk indi neft sənayesinə. Demək 19-cu əsrin ortalarına qədər Azərbaycanda feodal asılı münasibətlərlə yanaşı Rusiyanın müəyyən sahələrində yaratdığı iltizam sistemi, məcburi əməyin tətbiq edilməsi də kapitalist münasibətlərin inkişafına mane olurdu. Yəni 19-cu əsrin ortalarına qədər Azərbaycanda hələ də feodal asılı münasibətləri qalmışdı. Rusiyada müəyyən sahələrdə iltizam sistemi, yəni məcburi əmək tətbiq edilmişdi. Ora iltizam qoymuşdu ki, ancaq filan kəslər alıb filan sata bilər. Bu da təbii ki, kapitalist münasibətlərin inkişafına mane olan amillər idi. Azərbaycanda rəsmən təhkimçilik münasibətlər olmasa da, hansı ki biz Azərbaycanı Şərqi Avropadan fərqləndiririk ki, burada təhkimli kəndli, yəni şəxsən asılı kəndli olmayıbdı. Amma rəsmən təhkimçilik münasibəti olmasa da, iltizama verilmiş sahələrdə kəndlər icbari, yəni məcburi işlədilirdi. Gördükləri iş üçün əmək haqqı almırdılar, məcburi işləyirlər, yəni məcburisən burada işləməlisən. 1864-cü ildə neft quyularına təhkim edilmiş kəndlərin məcbur əməyi ləğv olundu. Deməli, məcbur işləməkdə nə dedi? Bir növ təhkimçiliyin belə deyək, dostudur. Deməli, 1864-cü ildə neft quyularına təhkim edilmiş kəndlərin məcbur əməyi ləğv olundu. Deməli, nə zaman neft quyularına təhkim edilmiş kəndlərin məcbur əməyi ləğv olundu? 1864-cü ildə. Sonralar iltizama verilən digər sahələrdə də bu cür addımlar atıldı. 1872-ci ildə hökumət neft sənayesində iltizam sistemini ləğv elədi. Aha, bax bu çox düşən məsələlərdən, demək 1864, 1872 yadda saxlayırıq. Neft sənayesində iltizam sistemi nə vaxt ləğv olundu? 1872-də. Bundan sonra neft yataqlarının hərrac yolu ilə satışa çıxarılması bu sahənin böyük sürətlə inkişaf etməsi ilə nəticələndi. Demək, baxın, neft sənayesində iltizamı ləğv elədilər. Yəni, bir şəxsə verirdilər nefti satmaq hüququnu, indi ta hamıya verilir. Bunun ləğv olunmasından sonra da hərrac yolundan satışa çıxarılır. Hərrac nədir? Türklərdə deyilir, yox mu artıran, yəni müqatiyə deməkdir hərrac. Yəni bir məhsulu qoyurlar, məsələn 100 manata deyirlər ki, daha artığını verən varmı? Biri 101 verir, biri 105 verir, ta ki qalxır. Azərbaycanda neft sənayesinin sürətli inkişafının əsas səbəbləri aşağıdakılardır. Birinci, 19-cu əsrin 60-cı illərdən başlayaraq Rusiyada və dünyada neftdən sənaye miqyasında istifadənin genişlənməsi. Deməli, həm Rusiyada, həm də dünyada neftdən artıq sənaye miqyasında istifadə olunurdu 60-cı illərdə və bu genişlənirdi. Azərbaycanda ucuz işçi qüvvəsinin çoxluğu. Demək, Azərbaycanda ucuz işçi qüvvəsi çox idi. Neft ehtiyatlarının bolluğu, Azərbaycan neftinin yüksək keyfiyyətli olması, neftimiz yüksək keyfiyyətlidir və boldur. Rusiyanın özündə neft yataqlarının aşkar edilməməsi, Rusiyada da neft yataqlarının aşkar edilməməsi bizə olan tələbatı artırırdı və bu da Azərbaycanda neft sənayesini inkişaf elətdirirdi. İltizam sisteminin ləğvindən sonra neft sənayesinə kapital qoyuluşu artdı. Kapital nədir? Pul. Demək, iltizam ləğv olunan sonra neftə pul qoyuluşu artdı. Rusiya hökumətində bu sahənin böyük gəlir gətirəcəyini anladığından neft verən torpaqların Rus sənayecilərinə məxsus olmasına çalışır. Yəni istəyirdi ki, neft verən torpaqlar ancaq Rusların olsun, çünki çoxlu gəlir gətirir. Burada da Hacı Zeynalabdin Tağıyevdən danışılır. Mənbə özümüz mütləq oxuyarıq. Keçək. Bəzi hallarda Çar hökuməti neftli torpaqları istifaya çıxan məmurlara və hərbiçilərə bağışlayırdı. Torpaqların hərrac yolu ilə satılması Azərbaycanlı iş adamlarının da neft sənayecilərinin cərgəsinə daxil olmasını Rusiya istəmirdi bizimkilər neftli torpaq satın alsın, amma artıq hərrac yolundan çıxdı deyə bizimkilər də, bizim sənayecilərimiz də neftli torpaqlar almağa başladılar. Onların arasında Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov və Şəmsi Əsadullayev kimi məşhur neft sahibkarları var idi. Çar hökumətinin xarici kapitalın ölkəyə daxil olmasına imkan verməsi neft sənayesinə də kapital qoyuluşunu artırdı. Artıq xarici kapital ölkəyə daxil olur və xarici kapitalın ölkəyə daxil olmasına imkan verilir deyə neft sənayesinə kapital qoyuluşu artır.
1879-cu ildə İsveç mənşəli Nobellər Nobel qardaşları şirkətini yaradırlar. Demək, Nobel qardaşları şirkəti nə vaxt yaranıbdır? 1879. Hansı mənşəli? İsveç. Demək, 79-da bizə İsveç kapitalı, xarici olan İsveç kapitalı daxil olubdur. Baxın, bura diqqət edin. Xarici kapitalın ölkəyə daxil olması 70-ci illərdən başlamır. Xarici kapital neft sənayesində 70-ci illərdə daxil olubdur. Amma bundan əvvəl mis sənayesində Alman kapitalı, yəni xarici olan Alman kapitalı daxil olmuşdu. Yəni 70-ci illər məhz neft sənayesində xarici kapital ölkəyə daxil olubdur. 19-cu əsrin 80-ci illərindən Fransız kapitalı, 90-cı illərində isə İngilis kapitalistləri Bakı neft sənayesinə daxil oldu. Demək, xəritəyə diqqət edək. 19-cu əsrin 70-ci illəri soruşarsa, neft sənayesinə daxil olmuş kapital, Nobel qardaş şirkətlərini yaradan kapitalistlər kimlərdir? İsveçlər. İsveç hardadır? Yuxarı şimalda. Baxın, Finlandiyanın, Norveçin yanında bu ortadakı yer İsveçdir. İsveç, buranı Fin deyə yadda saxlayıb. F, daha doğrusu, belə yox, Fin. Bax, buradan Fin. F, İn. Yəni, birinci Norveçdir, sonra İsveç, sonra Finlandiya. Rusiyaya yaxın olan Finlandiyadır, ortada olan İsveçdir. Deməli, İsveç 70-ci illərdə. 80-ci illərdə daxil olan kapital düşsə, bu Fransız kapitalıdır. Fransız kapitalı deyəndə haranı götürürük? Baxın, Fransa ərazisini, Fransa. Bu ərazi. Aha. Əgər 90-cı illərdə daxil olan kapital düşsə, bu İngilis kapitalıdır. İngilis kapitalı buranı götürürük. Göz yaddaşımızdan bunların yeri yadımızdan çıxsa, deməli yuxarıdan gəlirik İsveç, sonra gəlirik deməli Fransız, sonra gəlirik İngilis kapitalına. Deməli İsveç, Fransız, İngilis. Yəni F, İ. Belə yadda saxlayaq. Deməli, birin ifi, yəni iki ilər yanaşı deyil. Arada F var. İsveç, Fransız, İngilis kapitalı. Neft sənayesinə kapital qoyuluşunun artması, neft çıxarılması, daşınma vasitələrinin təkmilləşdirilməsinə səbəb oldu. Demək, nəyə səbəb oldu? Neft çıxarılması, daşınma vasitələrinin təkmilləşdirilməsinə. Neft işində bir-birinin ardınca yeni üsul və texniki vasitələr tətbiq olunmağa başlandı. Neft çıxarılmasına əvvəlcə buruq, qazma, fontan, zərbə üsulundan və buxar mühərriklərindən istifadə edildi. Nədən istifadə edildi? Deməli, buruq qazma, fontan, zərbə üsulundan, buxar mühərriklərindən istifadə edildi. Tezliklə Bakıda neft sənayesi üçün lazım olan avadanlıqlar istehsal edən mexaniki zavodlar meydana gəldi. Əl əməyinin texniki yeniliklərlə əvəz olunması sürətləndi. Azərbaycanda neft sənayesinin manufaktura mərhələsindən fabrik zavod mərhələsinə keçməsi sənaye texniki inqilab idi. Neft sənayesində bir çox yeniliklər ilk dəfə Azərbaycanda tətbiq olunmuşdur. Baxın, burada da elə yeniliklər göstərilibdir. Mexaniki qazma buruq üsulu ilə neft quyusu dünyada ilk dəfə 1848-də Bakıda qazılmışdır. Demək, qazma buruq üsulu ilk dəfə neçənci ildədir? Əzbərə bilməliyik. 1848-ci ildə Bakıda qazılmışdır. Mexaniki qazma buruq üsulu neçənci ildə? Bakıda. 1848-ci ildə. Dünyada ilk dəfə neft ayırma prosesində soyuducu sistem. Demək, neft ayırmada soyuducu sistemini Cavad Məlikov istifadə edibdir. Neçənci ildə? 1863-cü ildə Bakı Ağ Neft Zavodunu yaradıbdır. Demək, Bakı Ağ Neft Zavodunda ilk dəfə soyuducu sistemi kim yaradıb? Cavad Məlikov. Neçənci ildə? 1863-cü ildə. Neft mədənində neft ayırma zavoduna boru kəməri ilk dəfə Bakıda çəkilib. Demək, boru kəməri neçənci ildə çəkilibdir? 1878-ci ildə. Neft daşınmasına tanker tipli gəmidən dünyada ilk dəfə 1878-ci ildə Bakıda istifadə olunub. Demək, tanker tipli gəmi nə vaxtı? 1878-ci ildə. Dəmir yolu ilə neft daşınmasında vaqon sterinlər, deməli vaqonlar nə vaxt tətbiq olunubdur? 1880-ci ildən Bakıda tətbiq olunubdur. Demək, vaqon sterinlər nə vaxt oldu? 1880. Neft daşınma tanker tipli gəmi 1878. Mexaniki qazma buruq üsulundan ilk neftin çıxarılması 1848. Bəs dünyada ilk dəfə neft ayırma prosesində soyuducu sistem Cavad Məlikov 1863. Bəs neft mədənlərinə neft ayırma zavodunda boru kəməri ilk dəfə nə vaxt tətbiq olunubdur? 1878. Demək, ilk neft boru kəməri 78. İlk tanker tipli gəmi
78. Bəs ilk dəfə neft ayırma prosesinin soyucu sistem 63. İlk buruq üsulunla, qazma üsulunla neftin çıxarılması 48. Bəs dəmir yolu neft daşınmasının vaqon sterinlər, dəmir yolu vaqon sterinlər nə vaxtı? 1880-ci il. Neft sənayesində edilən dəyişikliklər, yeniliklər Bakını dünyanın neft sənayesi mərkəzinə, Cənubi Qafqazda isə əsas sənaye şəhərinə çevirdi. 19-cu əsrin sonlarında neft çıxarılmasında Bakı ABŞ-ni qabaqlayaraq dünyada birinci yerə çıxdı. Bakıda sənaye kapitalizminin əsas təbəqələri sayının burjuaziya və çoxmillətli fəhlə sinfi formalaşdı. Neft sənayesində yerli sahibkarlar, milli burjuaziyanın nümayəndələri önəmli yer tuturdular. Onlar da şirkət açır, emal sənayesi yaradır, xarici sahibkarlarla rəqabət aparırdılar. 19-cu əsrin sonlarında neft sənayesi insar mərhələsinə qədəm qoydu. Aha. Demək, neft sənayesi nə zaman insar mərhələsinə qədəm qoydu? 19-cu əsrin sonlarından. Bunu nə ilə görə bilərik? 1893-dən. Baxın, bura önəmsiz deyə yanaşa bilərsiniz, amma qəbula məhz belə suallar düşür. Deməli, 1893-cü ildə Bakı neft emal zavodlarının sahibkarları birləşərək Bakı Ağ Neft Zavod sahibləri ittifaqını yaratdılar. Bu insar birliyi, yəni birlik, Rockefellerə məxsus standart oil şirkəti ilə saziş bağlayaraq dünya ağ neft bazarını bölüşdürməyə nail oldu. Demək, dünya ağ neft bazarını bölüşdürməyə nail olan insar birliyi hansıdır? Bakı Ağ Neft Zavod insar birliyi. Neçəncə yaradıldı? 1893-cü ildə. Sənayenin digər sahələrindən danışaq. Azərbaycanda sənayenin inkişafı 19-cu əsrin 60-cı illərindən başladı. Bu dövrdən etibarən muzda əməyə əsaslanan buxar mühərrikləri ilə təchiz edilmiş fabrik zavod istehsalı yarandı. İlk vaxtlarda müxtəlif sahələrdə kapital yatırıb müəssisə açanlar rus və xarici kapitalistlər idi. Deməli, ilk dəfə kapital yatırıb müəssisə açanlar kimdir? Ruslar. Bir də kimlərdir? Xarici kapitalistlər. Baxın, Ruslara xarici demirik. Niyə? Çünki biz Rusiyanın müstəmləkəsiyik, onun tərkib hissəsiyik. 1861-ci ildə Rus kapitalistləri Şəkidə ipək fabriki yaratdılar. Demək, Şəkidə ipək fabrikini kim yaradıb? Rus kapitalistləri yaradıbdır. Bu fabrik Avropada ipəkçilik sahəsində ən böyük müəssisə hesab edilirdi. 1865-də Gədəbəydə Alman kapitalistləri, bunda Alman kapitalistləri. Almanlar ən çox mislə bağlı. Gədəbəydə Siemens qardaşları şirkətinə məxsus misəritmə zavodunun fəaliyyətə başladı. Alman texnikası əsasında yaradılmış bu zavod neçənci ildə? 1865-ci ildə. Həmin dövrdə Rusiyada ən böyük müəssisə sayılırdı. Siemenslər 1883-cü ildə daha bir müəssisə Qalakənd misəritmə mis saflaşdırma zavodunu açdılar. Baxın, 1865 eləcə misəritmədir. Amma 1883 misəritmə mis saflaşdırma zavodudur. Həmin zavod Rusiya imperiyasına misi saflaşdıran ilk böyük müəssisə olubdur. 1883 Qalakənd mis saflaşdırma zavodu Qalakənddə elə Gədəbəydə yerləşir. 19-cu əsrin ikinci yarısında aparılan islahatlardan sonra Azərbaycanlı sahibkarların da sənaye istehsalında fəaliyyəti gücləndi. Onlar daha çox kənd təsərrüfatı ilə bağlı olan yüngül və yeni sənayesinə üstünlük verdilər. Yüngül sənaye əsasən Şəki, Zaqatala və Qarabağ, Naxçıvan ərazisində yayılmışdı. Demək, yüngül sənaye harda yayılmışdı? Şəki, Zaqatala, Qarabağ, Naxçıvan ərazilərində yayılmışdı. Burada ipək emalı sayəsində kapitalist sənayesi istehsalı daha erkən başlamışdı. İpəkçiliyin mərkəzi Şəki olsa da, 19-cu əsrin sonlarından Şuşa, Cəbrayıl, Naxçıvan qəzalarında da ipək emalı müəssisələri yarandı. Bu qəzalardakı müəssisələr Azərbaycanlı sahibkarlara məxsus idi. Baxın, ipəkdə ən çox Azərbaycanlı sahibkarlara məxsus idi. Pambığın sənaye əhəmiyyətli məhsula çevrilməsi Azərbaycanda bu sahədə emal müəssisələrinin formalaşmasına təkan verdi. İlk pambıq təmizləmə zavodu Naxçıvanda işə salındı. 1882-ci ildə. Çar hökuməti Azərbaycanda xam malı hazır məhsula çevirə biləcək müəssisələrin yaradılmasına icazə vermirdi. İstəmirdi bizə hazır şəkildə məhsul istehsal olunsun. Müstəmləkə iqtisadiyyatına xas olan bu bitərəfli yaradan götürə bilən ilk sahibkar Hacı Zeynal Tağıyev idi. Bir dəfə bu qəbula düşmüşdü ki, müstəmləkə iqtisadiyyatına xas olan bitərəfli aradan götürən bilən ilk sahibkar kimdir? Yox, adı yox. Yəni ili düşmüşdü. Yəni bu Hacı Zeynal Tağıyevdir ki, Hacı Zeynal Tağıyev, yəni baxın, müstəmləkə iqtisadiyyatı nədir? Bir tərəfli inkişaf elətdirməyi düşünür. Yəni o ancaq xam mal bazası kimi baxır. İstəmir hazır məhsul istehsal etsin, aparır ölkəsinə hazır edir, gəlib bizə baha qiymətə satır. Müstəmləkənin mahiyyəti budur. Amma Hacı Zeynal Tağıyev buna zərbə vurdu. Aradan götürə bilən ilk sahibkar oldu. O böyük çətinliklə Rusiya hökumətinin müqavimətini qırıb 1900-cü ildə Bakıda ilk toxuculuq fabrikini açmağa nail oldu. Yəni artıq bizdə də xam məhsul nəyə çevriləcək? Əmtəyə çevriləcək. Deməli 1900-cü ildə Bakıda ilk toxuculuq fabriki açmağa nail oldu Hacı Zeynal Tağıyev.
Əliyev. Xüsusi layihə əsasında yaradılmış bu müəssisədə fəhlələr pulsuz evlə təmin edilirdilər. Bundan əlavə onlar üçün xəstəxana, məktəb də tikilmişdi. Azərbaycanlı sahibkarların üstünlük təşkil etdiyi sahə balıqçılıq sənayesi idi. Bu sahədə iltisamın ləğvindən sonra ona kapital qoyuluşu artdı. Azərbaycanlı kapitalistlər balıq sənayesinin 70%-ni təşkil edirdilər. Yerli xam mala əsaslanan ilk tütün fabriki isə Şəkidə açılmış. Demək, yerli xam mala əsaslanan tütün fabriki harda açıldı? Şəkidə. Bununla belə ən iri tütün fabrikləri Bakıda yerləşirdi. Rusiyada şərab məhsullarının tələbatının yüksəlməsi Azərbaycanda üzümçülüyün, onunla bağlı olan şərabçılıq müəssisələrinin artmasına səbəb oldu. Yezavetpol quberniyasında şərab istehsalı ilə məşğul olan iri kapitalist müəssisələri meydana gəldi. İqtisadiyyatda baş verən müsbət dəyişikliklər şəhərlərin inkişafına, nəqliyyat, rabitə sahəsində yeniliklərə təkan verdi. Azad kapitala, pula tələbat artdığından şəhərlərdə, xüsusən Bakıda bank, kredit müəssisələrinin sayı da sürətlə çoxalmaqdaydı. Bu dövrdə ticarət sürətlə genişlənir, tacirlərin sayı artır, ticarət kapitalının həcmi günbəgün yüksəlirdi. Azərbaycan üçün yeni sayılan yarmarka ticarəti Cənubi Qafqazda ilk birja məhz Bakıda yarandı. Nə yarandı? Yarmarka. Nə yarandı? Birja yarandı. Harada? Cənubi Qafqazda. Deməli, ilk dəfə olaraq məhz Bakıda yarandı. Bakının işıqlandırılmasına əvvəllər qaz lampalarından istifadə olunurdu. 19-cu əsrin sonlarında Qafqaz və Merkuri cəmiyyətinə məxsus elektrik stansiyasının tikilməsi şəhərin işıqlandırılmasını yaxşılaşdırıldı. Sənayenin inkişafı ilə nəqliyyat və rabitə də yeniləndi. 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə Biləcəri-Dərbənd, Petrovski, Mahaçqala dəmir yolları çəkildi. Demək, Bakı-Tiflis dəmir yolu nə vaxt çəkildi? 1883. Bəs Biləcəri-Dərbənd, Petrovski, Mahaçqala nə vaxt çəkildi? 1900-cü ildə. Bu da ticarət əlaqələrinin genişlənməsinə, ölkə daxilində dəmir yolu üstündə yerləşən yaşayış məntəqələrinin, şəhərlərin inkişafına gətirib çıxardı. Neft sənayesinin sürətli inkişafı Bakı şəhərinin Xəzər dənizində ən böyük liman şəhərinə çevrildi. 19-cu əsrin 60-cı illərdə teleqraf xətlərinin çəkilməsinə başlandı. Cənubi Qafqazın mühüm şəhərləri Bakı, Tiflis, Naxçıvan, İrəvan və Gəncə arasında teleqraf əlaqəsi quruldu. Nə vaxt? 60-cı illərdə. Bakıda 1886-cı ildə ilk mərkəzləşmiş telefon stansiyası istifadə edildi. Neçənci ildə? 1886-cı ildə ilk mərkəzləşmiş telefon stansiyası. Və burada da ilk dəfə Azərbaycanda çəkilmiş, yəni Azərbaycanda ilk dəfə çəkilmiş Sabunçu Suraxanı dəmir yolu xətti verilibdir. Azərbaycanda ilk dəfə çəkilmiş deməli dəmir yolu hansıdır? Sabunçu Suraxanı dəmir yoludur.